Dostlar, bizim vaxtlarda evdə dərman olanda, yəni balaca bir klokda olardı. Onun içində nə olardı? Baş ağrısı dərmanı olardı. Tetraskrin olardı. Uşaq olanda tez-tez qarnımız ağrıyardı. Bir iki dənə də başqa dərman da, ya ağrı kəsici olardı, ya olmazdı. Heç ağrı kəsici də olmurdu. Dişimiz ağrıyanda duz qoyurduq, ya başqa bir şey edirdik. İndi böyümüşük, bilmirəm. Problemimiz də böyüyüb, yoxsa nə? Buna baxın. Elə bir aptek da, aptek. Mini bir aptekdir. Buradakı dərmanların 90%, 95% də istifadə olunub. Nə bilim valla. Allah axırını xeyir eləsin. Allah heç kəsi bu dərmanlara möhtac eləməsin. Get-gedə də sayı artırır. Yəni bunlar hamısı ehtiyat üçün gözləyən dərmanlardır dar momentlərdə.